Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq. Bu, Baş nazir Əli Əsədovun qərarı ilə baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun ətin, heyvan və quş cəmdəklərinin digər məhsulların üzərində nişan qoyulması qaydalarında edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər. Yeni qərar hansı dəyişikliklərə gətirib çıxaracaq? Mövzu ilə bağlı bizim mediaya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, bu qərarın reallaşdırılması tamamilə mümkündür. Amma həm inzibati, həm də praktiki tərəfləri var. Əgər normativ sənədlərdə bu tələb təsbit olunarsa, bütün ət məhsullarının baytarlıq ekspertizasından keçməsi və yalnız damğa ştampla satışa buraxılması məcburi olacaq. Bu, həm də ictimai nəzarət və cərimə mexanizmi tələb edir. Yəni damğasız ət satışına görə sanksiyalar tətbiq ediləcək.